Hörmətli müdamilər, dəyərli müəllimlər, bu video izahda informatika sınaq nizamına baxacağıq. Gəlin bir yerdə həm mövzuları təkrarlayaq, eyni zamanda da sualları təhlil edib düzgün şəkildə cavabları tapmağa çalışaq. Başlayaq birinci sualdan. Deməli, biz informatika fənninə aid olan sınağı işləyirik və cavablarını bir yerdə tapacağıq. Region üzrə meteoroloji məlumatları elektron cədvəldə strukturlaşdırın. Əsas kənd təsərrüfatı bitkilərini, iqlimə həssaslıq. Baxın, dəyərli müdavimə, biz informatika sınağını işləyirik və yaxud siz informatika fənnindən imtahan verirsiniz. Deməli, meteorolojidən söhbət gedir. Kənd təsərrüfatından söhbət gedir, iqlimdən söhbət gedir. İnformatika fənnindən kənara çıxdıq yoxsa çıxmadıq? Əlbəttə ki, çıxdıq. Coğrafiya getdik, iqlimdən danışdıq, kənd təsərrüfatından danışdıq. Deməli, başqa fənlərdə keçid elədinizmi? İqlimdən danışdıq, meteoroloji məlumatlardan danışdıq, iqlim, kənd təsərrüfatı. Deməli, başqa fəndən, coğrafiya fənninə keçid eləmisiniz. Avtomatik fənlər arası olduğunu gördünüzmü burada? Bəli, inteqrasiya ilə ikinci cümlədən tapdıq ki, bu fənlər arası inteqrasiyadır. Göstərici ilə əlaqələndirin və filtr çeşidləmə diaqramlarla istifadə etməklə mümkün nəticələri vizuallaşdırın. Filtrdir, çeşidləmədir. Yəni siz ona müəyyən filtrlər, çeşidlər necə deyim, tətbiq edirsiniz. Öyrəndiklərinizi indi nə edirsiniz? Həyat informatika dərsində öyrənmişik. İndi biz onları nə edirik? Tətbiq edirik. Öyrəndiyimi həyata keçirdirəm. Bu tətbiqdir. Fənlər arası inteqrasiya üstə gəlinsin nədir? Tətbiq. Düzgün cavabımız olacaq nə variantı? A variantı ilə. Hətta variantları da çıxaq, hərəkət eləyək, dəyərli müdavimlər. Fənlər arası düzdür var. Fən daxili anlamaq, öyrəndiyimi həyata keçirmək niyə anlamaq oldu ki? Öyrənmisiniz, indi çeşidləyirsiniz, diaqram hazırlayırsınız, öyrəndiklərinizi tətbiq edirsiniz. B-ni çıxdıq. Yaradıcılıq neynədim ki? İnformatika dərsini öyrəndiyimi həyata keçirmişəm. Nə yaratdım ki mən burada? Bu da deyil. Fən üstü inteqrasiya yoxdur, bunda çıxdım. Fən daxili vergül anlamaq. Burada fənlər arası olduğunu avtomatik görürük də. Biz burada informatikadan digər fənlər, iqlimə, kənd təsərrüfatına, meteoroloji məlumatlardan danışırıq biz burada. Deməli, düzgün cavabımız oldu A variantı. Baxırıq ikinci suala. İkinci sualda nə yazıb? Verilmiş cədvəldə müxtəlif fayl formatlarının mətn, şəkil, video, yaddaş tutumu və istifadə sahələri göstərilmişdir. Cədvələ əsaslanaraq bu fayl formatının təyinatına görə qruplaşdırın. Yəni ki, bu faylları qruplaşdırın. Hansılar mətnsə mətnin aşağısına yazın, hansılar videosu videonun aşağısına yazın. Yəni, məlumatları qruplaşdırın, izah edin, sistemləşdirin. Deyirsə, bu hansı səviyyə aiddir? Dərin bilik səviyyəsinə görə heç variantlara baxmadan özümüz tapa bilərik. Bəli, dəyərli müdavimlər, bu ikinci səviyyədə anlayış və bacarıq səviyyəsinə aiddir. İndi variantlardan düşümünü axtarmalısınız, anlayış və bacarıq aid olan nümunə axtarmalısınız. Gəlin variantları təhlil edin. İnformatika terminləri yadda saxlayaraq faktları sadalamaq tələb olunur. Sualın şərtində xatırlama mərhələsidir. Xeyr, terminləri deyin, mən sizə deyirəm, sizə təkrarlayın demədik ki, biz burada cədvələ əsaslanaraq formatını təyin edir, buna görə qruplaşdırır və onları izah edir. Bu ikinci səviyyədir, bu isə 1-dir, bizə 2 lazımdır. Keçirik B variantına. Verilmiş məlumatları qruplaşdırmaq. Qruplaşdırmaq varmı? Dəyərli müdavim, baxın var. Aşağısına xətt çəkirik. Qruplaşdırmaq var. Bu düzü gəlir hələ ki. Və anlayışlar arasında sadə əlaqələ izah etmək. İzah etmək varmı? Bəli, istifadə olunan uyğunluq, yəni uyğunluq nə kimi əlaqəsi var deyir. Bu düzdür, hər şey qaydasındadır və üstə gəlir ikinci səviyyəyə aid nümunədir. Bu düzdür. Digər variantlara baxaq. Verilmiş vəziyyəti təhlil etməyi, səbəb-nəticə əlaqə, təhlil etmək, analiz aparmaq, məlumatları əsaslandırmaq yoxdur. Təhlillər aparıqsa bu üçüncü səviyyədir, bizə ikinci səviyyəlikdir nümunə. Müxtəlif sahələr üzrə məlumatları birləşdirmək, dəyərli müdavimlər, məlumatları birləşdirmək, sintez etmək neçənci səviyyəlikdir? 4-dür. Burada 4-cü səviyyəli sual var, yoxdur, bu ikinci səviyyəli sualdır. Yeni proqram və ya model yaradaraq, yeni proqram və yaxud model yaratdı, dəyərli müdavimlər, yaratma daxı. Cədvəldə fayllar verilib, faylları mətn, şəkil, video olaraq qruplaşdırmalısınız. Ümumiləşdirib sistemləşdirmək. Nə yeni proqramı yaratdım ki, mən heç nə yaradıb eləməmişəm. Bu 4-cü səviyyədə, bizim sualımızın şərti ikinci səviyyədir. Düzgün cavabımız oldu B variantı. Baxırıq üçüncü suala. Üçüncü sual hardadır? Hə, buradadır. Üçüncü sualda nə yazılıb? Kompüter üçün antivirus proqramlarını müqayisə et, fərqlərini müəyyənləşdir, onları kompüterə necə kömək etdiyini şərh et. Müqayisə et, fərqləndir, antivirus proqramlarını bir-birinə müqayisə elə. Hansı kompüterə necə kömək eləyəcək? Bunları izah eləyin, fərqləndirin, müqayisə eləyin dersə bu taksonomiyanın hansı mərhələsinə aiddir dəyərli müdavimlərimiz? Bəli, anlamaq.
Təfəkkür olaraq yaratdınız, yox. Tənqidi təfəkkür işə saldınızmı? Xeyr. Məntiqi təfəkkür. Fərqləndirmək, müqayisə etmək üçün məntiq olsa kifayətdir. Anlamaq mərhələsi biliyin də növünü soruşsalar konseptual bilikdir. Bunu da cavablandıraq ki, həm də biliyi təkrarlamış olaq. Anlamaq məntiqi təfəkkür A variantıdır. Variantlar da çıxıb hərəkət. Tənqid yoxdur, yaratmadınız, xatırlamaq, əzbərçilik yox idi burada. Tənqid eləmədiniz. Belə-belə də variantlara çıxıb rahat şəkildə tapa bilərsiniz. 4-cü suala baxırıq. İnformasiyanı yadda saxlamağın fərqli yollarını sınaqdan keçirin və atdığı addımları müqayisə edindir. Müqayisə etmək, fərqləndirmək deyirsə, bu hansı səviyyəyə aiddir dəyərli müdavimlər? Bu ikinci səviyyə aiddir. Fərqləndirmək, müqayisə etmək, izah etmək deyirsə, bu ikinci bacarıq və anlayışlar səviyyəsinə aiddir. Burada deyir ki, dərin bilik səviyyəsinə görə hansı düşünməyi tələb edir. Adı yazıb xatırlama. Xatırlama, mən sual versəydim ki, antivirus proqramlarını say, misal üçün. Say, de. Hansı antivirus proqramı adları da görüm. Bu xatırlama olar. Da bu sual şərti deyil, axı müqayisə elədir. Xatırlama deyil artıq. Anda çıxdı. Çünki şagird yalnız anlayışların adlarını xatırlayır. Xeyr, burada müqayisə eləyir. B variantına baxırıq. Bacarıq və anlayış səviyyəsindən burası düz gəlir. Çünki şagird fərqli üsulları tətbiq edir və aralarındakı fərqləri müqayisə edir, fərqləndirir. İki fərqli məlumat arasında olan anlayışı, əlaqələri anlamaq, dərk eləmək üçün ikinci səviyyə lazımdır. Bu doğrudur. Bunu götürəcəyik. Strateji düşünmə, çünki şagird öz mülahizəni əsaslandıraraq problemi, burada sual şəkli əsaslandırmaq var, yoxdur. Məlumatlar sadəcə müqayisə elədir. Bu bir növ biraz sadə versiyadır. Müqayisə ilə saxla deyir orada da, əsaslandır və s. demir burada. Bunu da çıxırıq. Genişləndirilmiş düşünməlidir. Hardan müqayisə etmə, niyə genişləndirilmiş düşünmə olsun ki? Çünki şagird real layihə üzərində dərin araşdırma, layihə hazırlamır. Dərindən düşünmə getməlidir burada. Ona görə deyində silərik. Xatırlama, çünki şagird sadəcə tərifi əzbərləyir. Tərif demir, axı müqayisə edir. Ona görə Y variantında çıxdıq. Düzgün cavabımız oldu B variantı. Baxırıq 5-ci suala. Elə bir mobil tətbiq layihəsi hazırla ki, o müəyyən informasiyalar əsasında insanların gündəlik sağlıq durumunu nəzarətdə saxlasın, onlara davamlı dəstək versin. Baxın, elə bir tətbiq hazırla ki, deyir, yoxdur belə bir şey. Elə bir şey hazırla ki, gündəlik həyatda sağlamlıq durumunu nəzarət eləsin, davamlı şəkildə onlara kömək eləsin, bildiriş gəlsin həmin proqramdan və s. Olmayan bir şey hazırlayırsınızsa, bu hansı mərhələyə aiddir taksonomiyanın? Bəli, dəyərli müdavimlər, bu yaratmaq yoxdur belə bir şey. Özünüz hazırlamalısınız. Belə bir proqram qurmalısınız. Proqram özünüzdən hazır. Bu yaratmaqdır. Təfəkkürün növü nə olacaq? Məntiq deyil, tənqiddir. Nə olacaq? Yaradıcılıq ən dərin səviyyə lazımdır. Bunun üçün yaratmaq, yaradıcı təfəkkür. Düzgün cavabımız oldu A variantı. Çünki olmayan bir şey hazırlayırsınız, yeni bir şey ərsəyə qoyursunuz, yeni beyninizin yeni bir məhsuludur. Bu yaradıcılıq, yaratmaq mərhələsinə aiddir. Bu da informatika sınağının izahı. Ümid edirəm ki, hər biriniz üçün faydalı bir izah oldu.